Bugün mən boru mənşəli sonsuzluqdan danışmaq istəyirəm. Buna turoperitoneal faktorlu sonsuzluq da deyilir. Bunu histosalpingografiyada rentgen altında yoxlanılır və borunun keçirib keçirilməsini göstərir və fikir yürüdülür. Amma bu fikrin təsdiqi və inkarı mütləq tapılmalıdır. Adi bir rentgenə görə xəstəyə demək olmaz ki, o tam şəkildə sonsuzdur. Bunu təsdiqin və inkarını tapmaq üçün laparoskopiyaya götürülür. Laparoskopiyada bunun əgər bağlıdırsa açılmasına çalışılır və yaxud da ki, rentgende əgər boru keçirici göstərsə belə, əgər hamiləlik yoxdursa, yenə də laparoskopiya olmalı. Yəni burada bəzən elə olur ki, borular keçiricidir, amma boruların perturbar bitişmələr olur, hansı ki yumurtalıqla tam əlaqəsi olmur. Və onun anatomi quruluşu elə olur ki, bu keçirsə belə yumurta hücrəsini götürmə ehtimalı az olur. Ona görə də bu vəziyyətdə belə yenə də laparoskopiyaya götürüb və onun təsdiqi və inkarını tapandan sonra bunun boruların keçiriciliyini bərpa eləməyə çalışmaq lazımdır. Bu əməliyyatı sizə göstərməyim daha düzgün olar. Bu əməliyyat bir də onu təsdiq edir ki, hətta bu formada borular da açıla bilir və öz funksiyasını bərpa edə bilir və hamiləlik yarana bilər. Bu xəstənin bir tərəfli borusu götürülüb açıq üsulla. Onun üçün içəridə bax belə bitişmələr var. Bu bitişmələr götürülür. Borunun formasına baxın, ikisi də oxşayır, elə bil ki. Yəni tam şəkildə formasını dəyişib. Biz bunu bitişmələrdən ayırırıq. Gördüyünüz kimi o borudur, yumurtalığıdır. Bu borunu biz salpingostomiya ağzını açırıq. Fibroplastika edirik, yəni çevrilti yenidən bitişməsi. Gördüyünüz kimi bax bunun ağzı açıq formadadır və keçiriciliyi yoxlayırıq, keçiriciliyi bərpa olunur. Bu xəstədə əmələ gəlmiş hamiləlik məhz biz açdığımız borunadır. Ona görə ki, bizdən öncəki əməliyyatda borusu tam şəkildə götürülüb. Yəni ki, bu bir daha onu təsdiq edir. Hətta belə borular da hamilə qala bilər. Bu əməliyyat bir də onu təsdiq edir ki, boru peritoneal faktorlu sonsuzluq xəstələrin yanaşma qaydası düzgün olmalıdır. Əgər rentgen göstərirsə, salpingografiya göstərirsə boru keçirmir, onun təsdiqini və inkarını tapmaq üçün laparoskopiyaya götürülməlidir. Və laparoskopiyada əgər boru keçirmirsə, onu keçiriciyə bərpa olunmalıdır. Və şans verilməlidir ki, boru işləsin və hamilə qalsın. Bununla belə yenə də boru açılmasına baxmayaraq hamiləlik olmursa, onda bu əməliyyat əsasında sönüm mayalanma gedir. Bu daha düzgün yanaşmadır.